Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Söz verdiyim kimi həll olunan maddənin kütlə payı haqqında test topsu üzrə geniş danışacağıq. Başlayaq birinci sualdan. Biri də deyir, şəkərin suda məhluluna su əlavə etdikdə nə dəyişmir? Baxaq. Bunu sadə bir məntiqdən izah edək. Məsələn üçün bir məhlul götürüm. Bunun içində müəyyən bir miqdarda tutaq ki, şəkər var. Mən buna nə qədər 1 litr, 2 litr, 3 litr də su töksəm, sadəcə burada dəyişən suyun kütləsi olacaq. Şəkərin kütləsi dəyişməyəcək. Məsələn üçün 10 qram şəkər varsa, elə 10 qram da şəkər qalacaq da qabda. Deməli doğru cavab olur A variantı. Keçək ikinci suala. İkinci sualda eyni kütləli 10% və 40% məhlullar qarışdırsaq, alınan məhlulda həll olunan maddənin kütlə payını tapın uşaqlar. Deməli uşaqlar, burada elə ədədi ortasını tapsaq, belə götürək də omega son bərabərdir. Omega 1 plus omega 2 bölünsün 2. Ədədi ortasını tapsaq 10 plus 40 bölünsün 2. Burada eləyəcək 25. Deməli, alınan maddənin kütlə payı 25% olacaq. Doğru cavab olacaq B variantı. Eyni qayda ilə 3-cü sualda bunları cəmləyib 2-yə bölsək, doğru cavab eləyəcək 30. Yəni kütlə payı olacaq 30%. 4-cü sual. 40 qram duzu 360 qram suda həll etdim. Yaxşı, 40 qram duz var, 360 qram su var. Məhlul nə qədər oldu? Məhlul oldu 400 qram. İndi deyir ki, məhlulda xörək duzunun kütlə payını tap. Xörək duzu nədir? Sadə bir riyazi məntiq lazımdır. Burada xörək duzu nə qədərdir? 40 qram. Yəni sən 40-ı bölsən 400-ə, vursan 100-ə, burada tapacaqsın duzun kütlə payını neçə eləyəcək? Bu da eləyəcək 10%. Doğru cavab olar 10%. Y variantı. Deməli, baxaq indi 5-ci suala. 5-ci sualda deyir ki, 20% məhlul hazırlamaq üçün 600 qram suda neçə qram duz həll etmək lazımdır? Yəni deyir ki, nə qədər duz əlavə etsəm, 20% məhlul, yəni 20% duz məhlul alınır. Bu sualın məğzi budur. Uşaqlar, deməli necə eləyək? Biz bilmirik duzun kütləsi nə qədərdir. X götürürəm duzun kütləsini. 600 qram da su var. 600 qram da su götürürəm. Deyək ki, bu 600 qram suya neçə qram duz töküm bilmirəm də nə qədər töküm. X qram duz götürdüm. Vuraram 100-ə, taparam burada 20%. Daha doğrusu bərabər edirəm 20%-ə. Buradan X-i tapacağam. 100, deməli 100 bura vurulur da 100 X bərabərdir 1000. Daha doğrusu 12000 plus 20 X 80 X bərabərdir 12000. X da burada eləyəcək neçə? 5-də 150 eləyərdi onu da burada. Doğru cavab olar 150. Yəni sən 150 qram duz əlavə etsən bura, faiz 20%-ə düşər. Aydın oldu. Yəni sadə bir riyazi təhlildən həll etmək olur. Keçək indi 6-cı suala. 6-cı sualda yenə 800 ml su var. 800 ml su var. Üzərinə 200 ml də duz tökmüşəm. Yəni kalium xlorid duzu tökmüşəm. Nə qədər olub əzizim? 1000. Məhlul olub 1000. Deyir ki, burada kalsium xloridin kütlə payı. Kalsium xlorid onsuz 200 idi. Yəni 200 1000-in neçə faizidir? Taparıq da riyaziyyatdan. Bu da eləyər 20%. Deməli, kalsium xloridin kütlə payı 20% olacaq. Keçək indi 7-ci suala. Bizə deyir ki, 300 qram 10%li məhlul. Tapaq görək burada nə qədər duz var? 30 qram duz tapdıq. Ondan sonra keçək 700 qramın 30%-ni tapaq. 700 qram 30%-i məhlul verir. Burada da eləyəcək 210 qram duz. Fərzlə ki, 2 dənə qabdır. Deməli, birində 300 qram məhluldur, birində 700 qramdır. Yəni, bunların, belə deyək, 30 qramı duzdur. Burada da 210 qram duzdur. Bunları qarışdırsam necə olacaq? Bunlar toplanacaq da, düz deyil. Olacaq 240 qram duz. Məhlul nə qədər olacaq? 1000. Vuracaqsan 100-ə. Bu da eləyəcək 24. Sadə riyazi məntiqdən tapma olur. D variantı. İndi isə keçək 8-ci suala. 8-ci sualda məhlulda həll olunan maddənin kütlə payı bilirik ki, omega bərabərdir nəyə? Omega bərabərdir. Həll olan maddə bölünsün, məhlul vurulsun 100. Maddə bölünsün, məhlul vurulsun 100. İndi burada 100 verilməyib. İndi keçək uşaqlar 9-cu suala. 20% məhlulu su ilə qarışdırmaqla hansı məhlul almaq olmaz? Yadınıza saxlayın uşaqlar. Bizə verilən faizdən yuxarı faizi məhlul almaq olmaz. Aydın oldu. Yəni biz 20-dən aşağı ala bilərik. 20-dən yuxarı yox. İndi 20-dən yuxarı hansıdır burada? 25.
25% ala bilmərik. Elə 10-cu sualda eyni 20% verib bizdə 20%-dən aşağı hansı almaq olar buradadır? Aşağı almaq olar da dedim indi. Yuxarı almaq olmaz. Bunların hamısı 20-dən yuxarıdır. Demək, keçək indi 11-ci suala. Həll olunmuş maddənin kütlə payı nə deyilir? Məhlulda həll olunan maddənin kütləsinin məhlulun kütləsinə olan nisbətinə deyirdik ki, həll olunan maddənin kütlə payı. Onda doğru cavab olar B variantı. 12-ci sual. Maraqlı sualdır. Demək, 400 qram 30% məhlul o deməkdir ki, uşaqlar, burada 120 qram duz var. Duz var. Bəs məhlula deyir ki, 600 qram su əlavə etmişəm. Onsuz məhlul 400 qram var idi. Bax, 400 qram məhlul var idi. Üzərinə 600 qram da mən əlavə elədim. Məhlul nə qədər oldu? Oldu 1000. Düz deyil. Burada duzun kütləsi dəyişmir. Onsuz duzun var idi 120 qram. 120-ni bölərəm mən 1000-ə, vuraram 100-ə. Burada 12% taparam duzun qatlığını. C variantı. İndi isə keçək 13-cü suala. 400 qram yenə həmin sualdır. 400 qram 30% məhlul. Yəni bu o deməkdir. 400-ün 30% duzdur. Neçə qram edir? 120 qram duzdur. Duzdur. Yenə qab çəkirəm. Bax, 400 qram məhlul var idi. Bunun üzərinə 100 qram da su əlavə elədim. Məhlul nə qədər oldu? Oldu 500-ə, düz deyil. Burada 120 qram da duz var idi. Yəni 120-ni bölərsən sən 500-ə, 120 qram duzu bilərsən 500-ə, vurarsan 100-ə, taparsan 24. Bu da riyazi sualdır. Hələ ki riyazi sualdır əvvəlləri, düstur lazım deyil. Deməli 14. A qram, bax, bir dənə qabdır. Deyir ki, A qram duzu B qram suda həll etdim. Bax, təsəvvürlə burada B qram su var. A qramda duz əlavə etdim. Məhlul nə qədər oldu? A plus B, düz deyil. İndi bizə nə deyir? Deyir, duzun kütlə payını tap. Duz nə qədərdir? A qram var idi, düzdür. Yəni, A-nı sən A plus B-yə bölüb 100-ə vursan, onda həll olunan maddənin kütləsini tapacaqsan. Duzun kütlə payını tapacaqsan. A bölünsün, A plus B vurulsun 100. Haradadır? D variantında. İndi gözəl insanlar, keçək 15-ci sual. 15-ci sualda bax, qatılığı verib bizə ki, həcmi verib 10-2, duzu da verib 80 qram. Yaxşı. İndi biz S bərabərdir, nü bölünsün, V düzündən istifadə edəcəyik. S bərabərdir 2 verib, S bərabərdir, yəni 2 bərabərdir, nü bölünsün, həcmi verib 10-2. Burada nünü tapdım neçə? 10-4. Bizə deyir ki, 80 qram duz var axı. Bəs duzun öz kütləsi neçə qramdır? Duzun molunu tapmışam olsun. Bax, duzun molunu 10-4 tapdım. 80 qram veribsə, hansı ədədin belə 10-4-ə vursaq, daha doğrusu hansı ədədə 10-4-ə vursaq 80 eləyər də. Deməli, burada 200 imiş də. Yəni 200-ü vuraram 10-4-ə mən, onda çıxar da 80. Elə bir 200 qram duzdur, sadəcə bizə bunun 10-4 molunu verib, 80 qramını verib. Aydın oldu. Demək, 200 qram duz varmış. İndi keçək 16. Eyni maddənin deməli kütlə payı 20 və 40% olan məhlula qarışdırmaqla hansı qatıq məhlul almaq olmaz. Uşaqlar, burada baxın, bayaq dedim, 20-40 verib, düzdür? 20-40. Bayaq məsələn üçün dedi ya, 20 verəndə sən 20-dən aşağı ala bilərsən, yuxarı yox. Bu da eyni qaydada. Sən burada nə edəcəksən? Ancaq 20-dən 40 arasındakı rəqəmlər, yəni faizi qatlıq ala bilərsən. Başqa nə 20-dən aşağı, nə də 20-dən 40-dan yuxarı ala bilərsən. İndi burada məsələn 35-ə bax, 35 20-dən 40-ın arasındadır. 25-də 20-dən 40-ın arasındadır. 30-dur, 27 bunlar hamısı ilə, amma 60 40-dan yuxarıdakı 60 bu tərəf gedir. Aydın oldu, yəni almaq olmaz. Eyni qayda uşaqlar 17-ci sualda, eyni tipli sualdır. 20-40 veribsə sən bunların aralığında qiymət ala bilərsən. Məsələn üçün 27. Burada məsələn A 20-dən kiçikdir, B 20-dən kiçikdir, D 40-dan böyükdür, Y 40-dan böyükdür. Bunlar gedər. İndi keçək 18-ci sual. Deməli, sıxlıq verib 1,5, həcmi nə qədər verib? 400. Nəyi tapa bilərəm mən? Rho bərabərdir M bölünsün V düsturuna əsasən. Mən məhlulun kütləsini hesablayaram. Yəni 1,5-i vuraram 400-ə. Burada taparam məhlul 600. Düzdür? Deyir ki, burada 360 qram həll olunan maddə var. Necə tapacağam? Yəni 360 qram həll olunan maddədir. Məhlulum 600 qramdır. Vuraram 100-ə. Taparam burada faizini. Neçə eləyər? Demək 6, 360 bölü 6, 30. 30. Yox, daha doğrusu 60. Doğru cavablar 60.
C variantı. Deməli, indi isə keçək 19. Deməli, 200 qram 10% şəkər məhlulu verib. 200-ün 10% deməli nədir? Şəkər. 20, yəni 20 qram belə də şəkər var. Şəkər var. Deyir ki, məhlula 50 ml də su əlavə etdim. Yaxşı, məhlulum onsuz 200 var idi. 50 də mən əlavə etdim. Məhlul nə qədər oldu? 250. İndi deyir ki, burada şəkərin kütlə payını tap. Şəkər nə qədər idi? 20. 20-ni sən bölərsən ümumi kütləyə. Vuraram 100-ə. Burada gedər neçə? Alınlar 8 alınır da. 8%. Yaz uşaqlar, omega bərabərdir. Həll olunan maddə bölünsün. Məhlul düsturundan istifadə edərəm bu düsturdan. Amma riyazi üsuldan da bunları həll etmək olur. Düstura ehtiyac qalmır. İndi keçək. Deməli 20. Deyir ki, duzun suda həll olma əmsalı neçədir? 1500-dür. Doymuş məhlulda duzun kütlə payını tap. Baxın uşaqlar, bu nə deməkdir? Həll olma əmsalını demişəm ki, həll olma əmsalı verirsə, bu o deməkdir ki, 1000 ml suda tutaq ki, 1500 verməyib həll olma əmsalı. Yəni bu o deməkdir, 1000 ml suda 1500 qram duz həll olub. 1000 ml suda 1500 qram duz həll olub. Nə qədər olub məhlul? 2500. İndi bizə deyir ki, bu 2500-də duzun kütlə payını deyil. Mən bilirəm ki, duzun 1500-də 1500-ü bölərəm ümumi kütlə, yəni 2500-ə, vuraram 100-ə. Bu neçə eləyər? Bu neçə eləyər? Bunlar getdi 25, 60% eləyər də onda. Hə, 60% eləyər. Ya da bunun bir düsturu var. Omega bərabərdir. Omega ilə KH-ın əlaqəli düsturu. KH bölünsün KH plus 1000. İstəyən bu düsturdan da hesablaya bilər. Eyni şey. Gəlsən bir dənə sadəcə sənə verilən həll olmamışsan, qoyursan bura, hesabçıdan eyni cavab çıxır. Sadəcə riyaziyyatı olanlar ilə bu üsuldan gedir. Deməli, eyni qayda 21. Duzun həll olma əmsalını verib bizə 1000 qram. Yəni, əzim, bu nə deməkdir? 1000 ml suda 1000 qram duz həll olub. Məhlul nə qədər olub? Olub 2000. 2000-in 30.000-i duzda, yəni 1000 bölünsün 2000 vurulsun 100, bu deyilər 50%. Ya da omega bərabərdir KH bölünsün KH plus 1000 vurulsun 100. Omega bərabərdir KH neçə verib bizə? Verib 1000. 1000 bölünsün 1000 plus 1000 vurulsun 100. Buradan da 50% çıxacaq. Ehtiyac yoxdur buna. İndi isə keçək 22-ci suala. Məhluldan duzun müəyyən hissəsini soyutmaqla çökdür. Bax, məhluldur, təsəlli bir qab götürürəm. Bax, məhluldur. İçində bunun su var. İndi gözəl insan deyir ki, məhlul soyutdum, duz çökdü. Bax, gözəl insan, bax, duz var idi, duz çökdü, bax, dibinə. Neynə? Duzun faizi burada azaldı. Tutaq ki, 20% duz deyildi. Bunun yarısı çökdü yerə, bax, bu formada çökdü. Tutaq ki, qaldı 10%li. Neynədir? Faiz azaldı. İndi azalan qrafik hansıdır? Burada Y variantı. Baxaq 23-ə. Yəni, duz məhlulda həmin duzdan müəyyən miqdarda əlavə olundu. Bax, burada deyir ki, onsuz məhlul var. Yəni, bu, belə deyək, duzlu sudur. Duzlu su. Bunun üzərində birazcık duz töksəm, neynəyəcək? Bunun duzluğu artacaq. Yəni, qatılığı artacaq. Artan qrafik hardadır burada? C variantında. Doğru cavablar C variantı. 24. Çalışın loru dildə sualı başa düşün və yazın. Hansı maddənin suda doymuş məhlulun kütlə payı azdır? Yəni, bu kütlə payı azdır demək nədir? Baxın, uşaqlar, yenə mən məhlul götürürəm. Təsəvvür edin, bura adi bir sudur. Bunun üzərində bir dənə duz sökürəm. Mən bilirəm ki, duz suda həll olur da. Bu olur duzlu su, düz deyil. Amma bir dənə də götürürəm, tutaq ki, su götürürəm, üzərinə bunun qum tökürəm. Bax, qum. Qum tökdüm. Mən bilirəm ki, qum suda həll olmur. Elə su duru olaraq qalacaq. Amma məsələn mən bura duz töksəm və yaxud bax bu qaba şəkər töksəm, duz töksəm, necə su qatılaşacaq da get-gedə. Aydın, yəni qatılıq artacaq. Amma qum suda həll olmur. Burada qatılıq artmır. Elə olduğu kimi qalır. Yəni su belə deyək qatılaşmır axı. Qum tökəndə həll olmur. Aydın oldu, dibinə çökür də qum.
dibində çökür. Ona görə burada deyir kütlə payı ən azdır, onda burada çöküntü olmalıdır. Düz deyil, gözəl insan. Yəni çöküntü həll olmayacaq. Yəni qalacaq suyun dibində, suda olduğu kimi qalacaq. Doğru cavab olacaq B variantı. Çünki az həll olur da. Məsələn, maqnezium SO4 həll olur. Məsələn, müəyyən bir kütlə payı olur. Mis SO4-dür, sink SO4, dəmir SO4. Bunlar həll olur, amma kalsium SO4 həll olmur. Ona görə kütlə payı ən az olacaq. İndi keçək 25-ə. Bu da eyni sualdır. Deyir ki, hansında kütlə payı ən azdır? Ən az hardadır? Yenə çöküntü götürəcəksən. Çöküntünü tanımalısan ki, burada quruluşun SO4 var. Çöküntüdür. Bunu nə qədər suya töksən, bu həll olmayacaq. Qalacaq dibində. Yəni kütlə payı az olacaq. Kütlə payı çox olmasın, gərək bu sudan qarışmalıdır ki, biz orada kütlə payını hesablayaq. Azı çoxdur. 26-cı sual. 26-cı sualda məhluldan su buxarlandırdıqda ilkin və ikinci məhlul arasında hansı münasibət doğrudur? Baxaq. Məhluldan su buxarlandırdıqda ilkin və ikinci məhlul arasında hansı münasibət doğrudur? Burada uşaqlar sadə bir düsturdur. Kitabda da var. M1 vurulsun omega 1 bərabərdir M2 vurulsun omega 2 düsturundan istifadə olar. B variantı. 27-ci sual. 27-ci sualda elə eyni sualdır. Əlavə etsəndə, buxarlandırsan da elə eyni düsturdur. M1 vurulsun omega 1 bərabərdir M2 vurulsun omega 2 düsturundan istifadə olunacaq. 28-ci sual. 28-ci sualda deməli reaksiyanı yazıram birinci. H2O plus burada nə deyir? Deyir M1 qram natrium, M2 qram su ilə həll edildikdə natrium hidroksid məhlulu hazırlanır. Məhlulun kütləsi üçün hansı ifadə doğrudur? Baxın uşaqlar, burada indi nə var burada? Biz maddə kütləsinin saxlanması qanunudur nə deyirdik? Deyirdik ki, sağ tərəfdən sol tərəf bir-birinə bərabər olur kütləcə. Düz deyil. Deməli, buranın kütləsi neçə qramdır? Deməli, belə deyək, 23, bu da 36, 59. Onda burada 59 qram olmalıdır. Amma burada nə var? Burada görürəm hidrogen qazı var, düzdür? Yəni hidrogen qazı əmələ gəlir. Bu da uçucu da qazdır. Məhluldan uçur gedir. Tutaq bu 59-dur, 2 qram getdi, qaldı yerdə 57 qram. Burada maddə kütləsinin saxlanması qanunu pozuldu. Məsələn, buranı M götürsəm, buranı M1 plus M2 götürsəm, onda bu M böyük olacaq M1 plus M2-dən. Çünki niyə? Hidrogen uçusu getdi qabdan. Yəni məhlulun kütləsi sağ tərəfdə azaldı kütlə. Aydın oldu. Qalan ifadələrdə səhv olacaq. Burada doğru cavab olacaq yalnız 2. Yəni M böyükdür M1 plus M2-dən. Məsələn, buna bax, burada bərabərlik verir. Bu səhvdir. Qaz alınmasa, bəli, bərabərlik olardı, amma burada qaz alındı baxı. Ona görə bunu götürə bilmərəm. İkincisində deyir ki, M1 böyükdür. M1-dən M2-dən böyükdür M-dən. Xeyr. Dedim, bax, bura 57 qramdır, bura 59 qram. Hansı böyükdür? Sol tərəf böyükdür. İndi baxaq. Burada yalnız olacaq 2. İndi baxaq. 29. 29 da eyni sual. Görəm burada hidrogen qazı ayrılıb. Düz deyil. Onda bax bu tərəfin kütləsi sağdan böyük olacaq. Çünki hidrogen qazı uçur gedir. Onda M böyük olacaq. Bax buranı M götürsəm, buranı M1 plus M2 götürsəm, onda M böyük olar da bundan. Doğru cavab olar 1. Yalnız 1 hardadır? Y variantında. Yox. Bir dəqiqə, məhlulun kütləsinin hansı münasibət doğrudur? Burada niyə adda? Mən niyə Y dedim burada? Baxaq indi. Deməli 30. 30-da bizə nədir? Xörək duzunun suda doymamış məhlulun qatlığı artır. Baxaq. Su əlavə etdikdə. Baxaq. İndi mən burada su əlavə etsəm, bunun qatlığı artmayacaq axı. Elə olduğu kimi qalacaq, düz deyil. Amma suyu buxarlandırsam, bax təsəvvür burada 10 qram tutaq ki, natrium xlor var, tutaq ki 20 qram da belə deyək, su var. Onda bunun qatlığı necə olar? 10 bölünsün, məhlul 30 olur da, düzdür. Vuraram 100-ə. Taparım burada 3 33 tam nə qədər tutaq ki. Amma mən burada, qardaş, suyun yarısını buxarlandırdım. 20 qram su vardı. Bunun yarısı getdi. Nə qədər qaldı? 10'u qaldı. Onda necə olar? 10 bölünsün. Məhlul şey olur 20. 20 vurulsun 100. Burada görürəm 50%. Deməli suyu buxarlandırsan
Qatılıq artacaq, bəli, götürə bilərəm. Ümumiyyətlə gündəlik həyatımızda istifadə edirik də. Məsələn, bir qab götürürük. Orada ya duzun faizini artırmaq istəsək, ya duzu əlavə edirik üstünə, ya da oradan suyu buxarlandırırıq. Düz deyil? Su əlavə etmirik axı. Məsələn, duzluq faizini azaltmaq istəsək, su əlavə edərək ki, məsələn, yemək bişirəndə nə edirik? Su əlavə edirik ki, duzluğu azalsın. Aydın oldu. Ona görə burada ya suyu çıxartmalıyam, ya da natrium xlorunu əlavə etməliyəm. Elə 2 və 3. 31-ci sual. Yenə deyir ki, suda doymamış məhlulun qatılığı azalır. Azalırsa 31-də, onda burada nə etməliyəm? Su əlavə etməliyəm. Doğru cavab olar 1. Mən suyu buxarlandırsam, qatılığı artar. İzah elədim. Natrium xloru diləsəm, əlavə eləsəm artar. Su əlavə etsəm, amma artmaz. Azalar. 32. Eyni temperaturda hazırlanmış doymuş məhlullarda natrium sulfatın, kalsium sulfatın kütlə payı arasındakı münasibət. Uşaqlar, natrium sulfatı yazıram. Bir də yazıram kalsium SO4. Mən bilirəm ki, bu çöküntüdür. Bu suda həll olmur. Yəni bunun kütlə payı az olacaq. Olmayacaq daha doğrusu heç az olar olsa da. Bu isə suda həll olandır. Yəni bunun kütlə payı çox olacaq. Yəni omega 1 omega 2-dən böyük olacaq. İndi keçək omega 1 omega 2-dən böyükdür harda? Y variantında 33. Yenə kalsium sulfat verib. Yox, kalium sulfat verib. Burada kalium sulfat verib. Bir dənə verib gümüş. Uşaqlar, mən bilirəm ki, gümüş sulfat nədir? Gümüş sulfat çöküntüdür da, düz deyil. Amma kalium sulfat suda həll olan duzdur. Suda həll olursa, omega 1 böyük olar, omega 2-dən. Çünki gümüş sulfat suda həll olmur, çöküntüdür. Onda burada doğru cavab nə olar? 33-də B variantı. 34. 34 də uşaqlar qayçı üsulundan istifadə edəcəyik. Qayçı üsulu. Qayçı üsulu baxın necə. Alınan məhlul omega 3 yazırsan ortaya. Biz buna qayçı üsulla deyirik, xas üsulla deyirik. Deməli, omega 1-i qoyuruq bura, omega 1, omega 2-ni qoyaq bura. İndi bizə nə deyir uşaqlar? Bizə deyir ki, omega 2 omega 1-dən böyükdür. Onda necə olacaq? Onda burada, bax burada. Bir dəqiqə. Onda belə olacaq. Omega 2-dən çıxacaq omega 1-i. Burada necə olacaq? Omega 3-dən çıxacaq omega 1-i. Aydın oldu. Onda necə olacaq? Bizə deyir ki, M1 bölünsün M2. Elə M1 bölünsün M2. Bu da belə olacaq da omega 2 çıxılsın. Omega 1 bölünsün omega 3 çıxılsın omega 1. Belə bir variant var. Deməli, harda? D variantında. 35. 35-ə baxaq. 35-də müəyyən temperaturda 100 qram suda 25 qram maddə həll oldu. Məhlul nə qədər oldu? Məhlul oldu 125. İndi deyir ki, həmin temperatur maddənin hansı qatılıqda məhlullarını hazırlamaq olar? Onda uşaqlar belə eləyək. Gəl birinci burada duzun və ya həll olunan maddənin kütlə payını tapaq. Məhlul 125 tapdım. Həll olunan maddə neçə idi? 25 qram. Taparam burada neçə? 5 dəfə gedər. Bu deyilər 20%. Sən 20%-dən bayaq sual oxşuyur da. 20%-dən aşağı məhlulunu ala bilərsən. Yuxarını yox. 20-dən aşağı hardadır? Omega 5 verib, bir də verib 10. Bunları ala bilərsən. Məsələn, burada 30 verib. 20-dən yuxarı ala bilmərəm. 1 və 2 hardadır? C variantında. 36-cı sual. 36-cı sualda asan sualdır. Deməli, məhlulları qızdırdıqda ilk anda onlardan ayrılan X-Y maddeləri müəyyən edin uşaqlar. Əgər bura uçucu maddə qoysaydılar, biz 1-2 qızdırsaq, uçucu olsaydı, özü uçub gedərdi, maddə özü uçub gedərdi. Amma bunlar uçucu maddə deyil, sulfatdan orta fosfat türüsü. Bunları ilk anda qızdırsaq, hər ikisindən uşaqlar su ayrılacaq. Su ayrılacaq. Aydın oldu. Doğru cavablar B variantı 37.
37-ci sualda yenə bayaqki sualdır. Qayçı üsulundan istifadə edirik. Son məhlul neçədir uşaqlar? 40. 40-ı düz yazırsan, ortaya xaç üsulu yazırsan. Bəs birinci faiz neçə verib? 80%. İkinci neçə verib? 20%. Bax bu formada elə bir böyükdən kiçik çıxırsan. Elə bir 80-dən 40-a çıxırsan, bayaqki üsul neçə edir? 40. Ondan sonra 40-dan da 20-ni çıxırsan, 20. Elə bir olur 20-nin 40-a nisbəti. Bu deyilir 2-də 1. 2-də 1 hardadır? B variantı. Baxaq 38-ci suala. 38-ci sual yenə çox abituriyent burada çalışır uşaqlar. Deyir ki, 4-cü prosesdə qurtardıqdan sonra hər bir qabdakı məlumun faiz qatını müəyyən edin uşaqlar. Mən görürəm burada eyni miqdarda su dövr edir. Görürsən eyni miqdarda x qədər su dövr edir. Əgər eyni miqdarda dövr edirsə qapağı sistemində, onda burada qatlıq dəyişməli, qatlıq 20, 20, 20, 30 olaraq qalır. Aydın oldu. Onda doğru cavab olar. Burada 20, 20, 30 C variantındadır. 39-cu sualda eyni sual. Bax, x qədər eyni miqdarda neyinir? Su dövr eləyir. Ondan burada da qatlıq dəyişməyəcək. 30, 20, 20, 20, 30, 20, 20 hardadır? Y variantı. Yəni burada 330%-ni tap, 420%-ni tap lazım deyil. Deməli, keçək 40-cı sual. 40-cı sualda nədir? 100 qram 20,8 faizi baryum xlorid yaxşı yazdım. Neçə eləyir? Ilə 20,8. Burada da 100 qram 100-ün də ilə 20% eləyir 20. Bura oldu baryum xlor 2. Deyir ki, məhlul qarşıdan sonra məhlulda hansı maddələr qalır? Birinci reaksiyanı yazıram. Yazıram baryum xlor 2 plus natrium sulfat. Artıq mən buradan görürəm ki, baryum SO4 çöküntü alınır, plus nə alınır? Natrium xlor alınır uşaqlar. İndi burada nə etmək lazımdır? Bir dənə buraya 2 ataq, füsyon. Nə deyir bizə? Deyir ki, qarşıda hansı maddələr qalır? Necə eləyəcək uşaqlar? Birincisi mən tapdım ki, baryum xlor neçədir? 20,8. Bəs natrium sulfat 20. Bunu tapdım. Öz kütləsi nə qədərdir? Bu 208-dir. Bu neçədir? 142 uşaqlar. Burada artıq qalma məsələsinə görə nə edəcəm? Mən bunların hamısını 10-a bölsəm, bax 10-a bölsəm, 10-a bölsəm. Bu neçə eləyəcək? 20,8. Bu neçə eləyəcək? 14,2. Bax, burada 20,8, bu da 20. Yəni bunlar tam sərf olunub baryum xlor ki, məhlulda qalmayıb. Amma 20 qramdır. Bunun 14,2-si sərf olunub. Yəni artıq qalıb burada demək məhlulda natrium sulfat var. Baryum SO4 uşaqlar çöküntüdür. Bax, məhlulun dibinə çökür bu formada. Yəni məhlulda deyil. Yerdə bir dənə qalır natrium xlor. Doğru cavablar natrium sulfat və natrium xlor. Hardadır? B variantında. İndi baxaq 41-ci sual. 450 qram suda neçə qram metanol həll etmək lazımdır? 40% formalin alınsın. Heç nə lazım deyil. Sadə bir riyaziyyat lazımdır. Deməli uşaqlar, deməli metanol mən kütləsini bilmirəm. Götürürəm x. Düz deyil. İndi deyir ki, 450 qram su vermişəm. Bunun üzərinə neçə qram əlavə verim? Bunu da bilmirəm də. Bu da x-dir. Vurulsun 100, 40% məhlul alınsın. Aydın oldu. Metanolun kütləsini bilmədim neçədir. X götürdüm. 450 qramda x qram metanol həll etdim. Bərabərlədim 100, vurdum 100-ə, bərabərlədim 40%. İndi gəlin buradan tənliyi həll edək. Neçə edəcək? 100x bərabərdir 18. Neçə eləyir bu 18.000 plus 40x. Bu deyir deməli 60 x 18.000 x elədi 300. Tapdıq formalinin kütləsini 300. Bəs burada neçə qramdır? 30. Bölərəm mən 30-a, taparım bu neçə qramdır? Moldur. 10 mol. İndi 10 mol neçə litr edir? Onu da vuraram 22,4 litrdən soruşsa, edir 224. Doğru cavab C variantı. Baxaq 42-ci suala. Uşaqlar, bax, burada uşaqlar çaşır. Yəni 63,0 milli suyu görür, 22,4 litr xlor görür. Bunlar toplanır. Xeyr, bunlar toplanmaz. Buradakı 23,4 litr həcmdir uşaqlar. Aydın oldu. Həcmlə qramı necə toplaya bilərsən? Sənə verib 63,5 milli su. Və sən bilirsən ki, 22,4 litr neçə qramdır? Neçə moldur? 1 mol, düz deyil.
1 mol H-florun kütləsi neçə qramdır? Verib də burada 36,5. Sən bunları toplaya bilərsən. 63,5-dən 36,5 topladın. Tapdın ki, məhlul nə qədərdir? 100. Məhlul tapdın 100. Deyir ki, burada H-florun kütlə payını tap. Yəni 36,5 bölünsün 100 vurulsun 100. Bu deyilər ilə 36,5. Doğru cavab olar A variantı. Yəni sən burada H-xloru litrdən veribsə, sən birinci mola çevir, qrama çevir, ondan sonra gör ki, söhbət nədən gedir. Həcmlə qramı toplamaq olmaz. İndi keçək 43-cü sual. 43-cü sual. Bax uşaqlar, 25 qram mis kuporusu verib. Mis kuporusunun kütləsi nədir? Bu da 250 qram, düz deyil. Mis sulfatın kütlə payını soruşur. Birinci görək hələ 25 qramda nə qədər mis sulfat verir? Görürəm ki, 250 qram mis kuporusunda 160 qram mis SO4, mis sulfat var. Bizə 25 qram verir, bax 25 qram da nə qədər olar? Tapdım ki, 16 qram mis SO4 olar. Ondan sonra 25 qram mis kuporusunun üstünə 55 qram da su gəlib. Məhlul nə qədər olub? Olub 80. Məhlul tapdın, həll olan maddəni tapdın. Yəni 16-nı sən bölsən 80-ə, vursan 100-ə, tapacaqsan mis SO4-ün kütlə payını. Neçə eləyəcək? 5-də 1, bu da eləyəcək 20. A variantı 44. 44. 200 qram 16 faizli sulfat məhlulunu hazırlamaq üçün neçə qram mis kuporusu? İndi bunun əksini verib. Sən taparsan 200-ün 16 faizin. Gör neçə qram mis SO4 eləyir. Tapdın 32 qram mis SO4. Daha sonra görürsən 250 qram mis kuporusunda 160 qram nə var? Mis SO4. Bəzilər 32 qram mis SO4 neçə qram mis kuporusunda olar? 5 dəfə azalt, bu da eləyər 50. Doğru cavab olar 50. A variantı. Baxaq indi 45-ci sual. 20% duz məhlulundakı suyun 4də 3 hissəsi buxarlandı. Anda məhlulda həll olunan maddənin kütlə payını tap. Yaxşı uşaqlar. Məhlulu mən bilmirəm uşaqlar. Rahat hesablama olsun deyə götürürəm 100. Fərz edin ki, 100 milli məhlul var. Deyir ki, bunun 20%-i duz. Yəni 100-ün 20%-ni tapdım. 20 qram illədir burada nə? Duz. Bəs nə qədər su qalır? 100-dən çıxarım 20, taparam 80 qram da su var. Mənə deyir ki, suyun 4də 3 hissəsi buxarlandı. Yəni 80-dir, qardaş. Bunun 4də 3-ü buxarlandı. Nə qədər qaldı? 60 buxarlandı, getdi. Yerdə, yəni 80-dən də çıxsan 60-ı, yerdə qalar 20 qram su. Yəni məhlulda. Baxın, məhluldur. 20 qram duz, 20 qram da su. Məhlul nə qədərdir? 40 qram. 40 qram məhlul var. Ondan sonra görürük ki, burada nəyə soruşur bizdən? Duzun kütlə payını soruşur. Həll olunan maddənin kütlə payı. Duzda onsuz 20 idi. 20-ni sən bilərsən, ümumi kütləyə vurarsan 100-ə, eləyər 50%. Doğru cavab olar 50. Hardadır? Y variantında. İndi isə keçək. Deməli, 46-cı sual. 96% sulfat turşusu məhlulu su ilə 1-2 nisbətində qarışdırsa, neçə faiz sulfat turşusu məhlulu alınır uşaqlar? 1-2 deyirsə, bunu birin x götür, bunu da götür x. Necə olacaq? X nisbətində görsək 2x, düz deyil. Bizə bunu verib 96. Neçə eləyər bunun cəmi? 3x 96 x eləyər 32. Sulfat tapdıq 32. İndi bizdən suyu soruşsa necə olardı? Onu da vurardıq 2. Olardı 64. İndi daha doğrusu sulfat soruşsa onda olacaq 32. 46 olacaq Y variantı. Keçək indi tez 47-ci suala. 47-ci sualda 150 qram 60% məhlul verib, sulfat turşusu verib. Tapdım neçə qram? 90 qram burada. Nə var? Sulfat turşusu, düzdür? 90 eləyir də bu. Bəli. Burada 90 qram H2SO4 var. 150-nin 90-ı H2SO4 nə qədər suya qalır? 60. Tapdım 60. İndi isə keçək 2-yə. Deməli, 100 qram 70%-i verib, 100-ün də 70%-ni tapdın, elədi 70. 70 qram burada nə var? Nitrat turşusu. Bəs nə qədər suya qalır? Bir dəqiqə. Nə qədər suya qalır? 100-dən çıxarsan 70-i, qalacaq su 30. Bunları qarışdırdın. Nə qədər oldu? 60 qram su, burada da 30 qram su. Nə qədər oldu? 90 qram su, düzdür? İndi bizdən su molekulu soruşsa, Avogadro ədədindən. Sən birinci bunu bölərsən 18-ə öz kütləsini. Taparsan bu 5 moldur. 5 mol neçə vuracaqsın? 6,2 vurulsun. 10 üstü 23. Burada neçə eləyəcək? Eləyəcək 3,23.
%1 vurulsun 10 üstü 24. Doğru cavab C variantı. İndi baxaq 48-ci suala. Deyir ki, 125 mol kükürt trioksid 225 qram suda həll edilməsindən alınan məhlulda sulfat turusun kütlə payını hesablayın. Yaxşı, birinci sən SO3-ü su ilə reaksiya apar. Gör hələ nə var, nə yox. Görsən ki, alınır H2SO4. Ondan sonra biz bilirik ki, 1 mol SO3-ə 98 qram sulfat turusu alınır. Bəs bizə 125 mol verir baxı. Bax 125 mol. Buna görə sən nə qədər alınır? 24,5 tapdıq. Düz deyil əzizim. İndi 225 qram da sudan qarışdırmışam. Yəni 24,5-i 225 qram suda həll eləmişim. Nə qədər olub məhlulum? 245. İndi bizə deyir ki, burada sulfat turusunun kütlə payını tap. Всё. Sulfat turusu nə qədərdir? Daha doğrusu üzr istəyirəm. Burada sulfat turşusunu tapdım. Elə bu sulfatı idi. Mən niyə sulfatı qarışdırdım? SO3 qarışmalıdır. 125 mol SO3 verməyib. Bu neçə qramdır? 80 qramdır. Bax, 80 qramdır. Görək bu neçə qram eləyir? Bu yeyəcək 20 qram. Hə, 20 qram SO3-dən bizə verib 225 qram suyu qarışdırıb. Nə qədər olmalı? 245. Mən sulfatı qarışdırdım ona görə. İndi uşaqlar tapdım 245. Bizə sulfatın kütlə payını soruşur da. Yəni sulfatı mən tapmışam 24,5. Bölərəm ümumi məhlula 245-ə. 245-ə vuraram 100-ə. Taparam burada neçə? 10, onda 1 bu deyir 10%. Doğru cavablar 10%. A variantı. Riyaziyyatı yaxşı olan ümumiyyətlə məhlullar bölməsində rahatlıqla baş çıxarda bilir əzizim. İndi baxaq 49-cu suala. 49-cu sualda deməli 125 mol natrium hidroksid verib, natrium hidroksid, 5 mol da su. Yəni hesablayaq da %25 mol natrium hidroksid necə taparam? Vuraram 40-a öz kütləsinə, taparam burada 4/1 10 qram natrium hidroksid var. Bəs 5 mol su nə qədər eləyər? 5 mol su 18-ə vursam eləyir 90 qram. Bunları qarışdıranda məhlul nə qədər olur? 100 olmur, 90 plus 10. Düz deyil. İndi burada nəyə soruşur? Qələvin kütlə payını. Yəni ki, natrium hidroksidin kütlə payı. Natrium hidroksidini neçə tapmışdım? 10. 10 bölünsün 100, vurulsun 100. Bu deyilər ilə 10%. Asan sualdır. İndi keçək 50-ci suala. Yenə bu da 50-ci sual deyildi. Deməli 56 qramda kalsium hidroksidin kütləsi 10/5 mol verib. Taparam neçə qramdır bu? 28 qram. 4 mol su verib. 4 mol su neçə qramdır? 18-ə vursam 72 qram. Deyir bunları qarışdırdı. Nə qədər oldu? 100 oldu. Düz deyil. Gözlənsən. İndi səndən nə soruşur? Qələvin kütlə payı. Qələvin kütləsi neçədir? Neçə qramdır burada? 28 qram deyil. Yəni 28-i bölərsən sən 100-ə vurarsan 100-ə taparsan burada elə 28. Doğru cavablar Y variantı. 51-ci sual. 51-ci sualda deyir kalsium oksid su ilə reaksiya daxil oldu. Nə alındı burada? Kalsium hidroksid. Gözlənsən. Kalsium hidroksid. Deməli, mən görürəm ki, bu mola-mol gedir də, düz deyil. Birincisi burada nə baş verir? Görürəm ki, 56 qram kalsium oksidə 74 qram kalsium hidroksid alınır. Bizə verib bəs 5,6 qram. 5,6-ya nə qədər alınır? 7,4 kalsium, bax kalsium hidroksid. Kalsium hidroksid. Ondan sonra nə edəcəm? Bax 5,6 qramdan 994,4 milli su həll edir. Düzdür? Məhlul nə qədər olub? 5,6 plus 994,4. Neçə eləyir bu? Eləyir 1000. Dəqiqə. Bərabərdir 1000. Məhlul tapdım 1000. Kalsium hidroksidin kütləsini tapmışam. İndi mənə faizini soruşur da bunun. Yəni sən 7,4-ü kalsium hidroksidin kütləsini bölərsən ümumi kütləyə. Vurarsan 100-ə, taparsan burada 10 dəfə gedər. Eləyər %74. Faiz. Hardadır bu? A variantı. Baxaq indi 52-ci sual. 52-ci sualda 200 qram 20%-in birinci hesablayıram. 220-ni tapdım. Neçə? 40 qram burada natrium hidroksid var. Hazırım neçə mol natrium oksid götürmək lazım. Yaxşı, natrium oksidin birinci su ilə reaksiyasını yazaq. Alınır nə? 2 mol natrium hidroksid. İndi gözlənsən, natrium hidroksid neçə qramdır? 80 qram. Mən neçə qram tapmışam? 40 qram.
80 qram alınması üçün 62 qram görürəm ki, natrium oksid sərf olunur. Bəs 40-a nə qədər sərf olunur? Yarısı da 31 qram. Var cavabda B variantı. Baxaq indi, baxaq. Nəyə baxaq? 53-cü sual. 53-cü sualda birinci nə deyir? Tibdə istifadə edilən yod, kristalik yodun spirtdə 5% məhluldur. 200 qram belə məhlul hazırlamaq üçün neçə sıxlığı 10-8 olan neçə ml spirt götürmək lazımdır. Uşaqlar, birinci mən burada 200-ün 5%-ni tapım. Görüm nə qədər yoddur burada. Tapdım burada 200-ün 5%-i 10 qram yod. Düz deyil. 10 qram yod tapdım. Bəs 200-ün 10 qram yoddur. Suya nə qədər qalar? 190 qram qalacaq su. Düz deyil. İndi sıxlığı neçə verib? Sıxlığı verib rho-nu. 10-8. Rho bərabərdir M bölünsün V düsturuna əsasən. M bölünsün V düsturuna əsasən. Yəni 10-8 bərabərdir 190 tapmışam. Bölərəm V-yə. Həcmi soruşur da bizdən. Neçə milli? Bu deyər, deməli 10-8 V bərabərdir 190. Bu da bir dəqiqə 190. Bu deyilər 200 V bərabərdir 237,5. Doğru cavab olar C variantı. İndi isə keçək 40% məhlul 54. 40% məhlulda suyun 1 moluna neçə mol natrium hidroksid düşür? Deməli, təsəl 100 qram məhlul götürürəm yenə. Bunun 40% məhlulda 40% natrium OH-dır məhlulda. 40%, 40 qram deməli natrium OH-dır. Natrium OH. 100-ün də 40-ını çıxsam qalar 60 da suya. Deyir, neçə mol düşür? Sən elə 60-ı bölsən 40-a taparsın gör neçə mol düşür. 1,5 mol düşür. Aydın oldu. Yəni suyun 1 moluna 1,5 mol natrium OH düşür. İndi keçək 54-də tapdıq. Keçək 55-ə. 55-ə. Yaxşı, 55-də birinci reaksiyanı aparaq. Burada reaksiya mola-mol gedir. 80 qram trioksidə suda həll etməklə 200 qram sulfat turşusu məhlulu alınıb. Bu məhlulda bax məhlul alınıb. Deyir ki, H2SO4-ün, yəni çaşmayın ki, burada 200 qram sulfat turşusu yoxdur. Məhlulu elədir. HSO4-ün belə kütlə payını tap. Yaxşı. Onsuz 80 qrama, bilirəm ki, 98 qram sulfat turşusu alınır. Elə bizə 80 qram verib. 80 qram nə qədər alınır? Elə 98. Tapdıq 98. Məhlulun kütləsinə verib 98-i bölərsən 200-ə, vurarsan 100-ə, taparsan burada 49%. Hardadır 49 D variantı. 56-cı sual. 56-da deyirik 800 qram 20% natrium hidroksid məhlulu tam neytrallaşdırmaq üçün neçə qram sulfat turşusu lazımdır? Yazaq. Natrium hidroksid OH plus sulfat alınır natrium plus H2O. İndi buranı əmsallaşdıraq. Burada bura 2 düşər. 2 düşər. Burada 4. H2SO4. Aha. Bir dənə də bura 2 düşür. Nə deyir bizə? 800 qram 20% yaxşı. 800-ün birinci 20%-ni tapaq neçə edir? 160 qram. İndi gözəl insan. Mən görürəm ki, 80 qramda bu kim o? 80 qrama nə qədər sulfat turşusu lazımdır? 98 qram. Buradan görsən, biz tapmışıq 160 qram natrium hidroksid. 160-a nə qədər olar? 2 dəfə artıq. 196. Doğru cavab olar. Harda B variantı. İndi keçək 57-ci sual. Yenə 100 qram 17% verib gümüş nitrat. 100 qram 17% taparam. Neçə eləyər? Tapacam 17 qram nə var? Gümüş nitrat. Onun üstünə verib 100 qram 30%li məhlul verib. Bu deyilər 30 qram natrium xlor. Yaxşı yazım. Natrium xlorla birinci gümüş nitratının reaksiyasını yazıram. Duzla duz nə vaxt reaksiya girər? Mütləq biri çöküntü olsun da, düzdür. Burada alınacaq nə? Gümüş xlor. Bax, çöküntü plus nə alınır? Natrium nitrat.
İndi nə deyir bizə gözənsən? Deyir ki, məhlulda hansı maddələr qalır? Nağdı bilirəm ki, burada gümüş xlorid yoxdur. Çünki bu nədir? Çöküntüdür. Məhluldan çıxıb bu. Nağdı bilirəm burada natrium nitrat var. Ondan sonra nəyə baxa bilərəm? Ondan sonra baxım artıq qalma məsələsinə. 30 qram nə tapmışam? Natrium xlor. Bir dəqiqə. 30 qram natrium xlor, 17 qram gümüş. Bunun kütləsi neçədir? 170. Bunu tapmışam 58,5. Bunların hər iki tərəfi 10-a bölsəm gözənsin. Bunu 10-a bölsəm neçə edəcək? 17. Düz deyil. Yəni 17-dən 17 tam sərf olunub da. Bunu da bölsəm eləyəcək 5,85. Yəni 30-un 5,85 gibi artıq qabda natrium xlor. Onda burada artıq qalan natrium xlor qabda qalacaq. Bir də natrium nitrat qalacaq. Bu natrium argentin nitratda tam sərf olunacaq. Deməli, hansı var? Dedik natrium xlor, natrium nitrat harda? D variantı. Baxaq indi 58-ci sual. Natrium hidroksidin mol sayının suyun mol sayından 2 dəfə az olan məhlul hazırlamaq üçün neçə qram hazırlamaq üçün 70 qram suya neçə qram natrium hidroksid əlavə etmək lazımdır uşaqlar. Qısacası bizə deyir ki, natrium hidroksidin molu sudan 2 dəfə azdır. Suyu verib bizə 72 qram. 72 qram birinci çevirək mola görək neçə mol? 4 mol. Deyir ki, natrium hidroksid bundan 2 dəfə az. Yəni sən 4-ü 2-yə bölsən taparsan natrium hidroksidin nəyini? Molunu. 2 mol natrium hidroksid neçə qram edir? 80 qram. Yəni 2-ni də vurarsan sən 40-a taparsan burada 80 qram natrium hidroksid var. C variantı. Eyni sualda demək 59 sulfat turşu molekullarının sayı su molekullarının sayından 2 dəfə çox olan molekulu hazırlamaq üçün 29,4 qram sulfat turşunun üzərinə neçə qram su əlavə etmək lazımdır gözənsən. Burada deyir ki, sulfat turşunun molu mol deməkdir elə. Sulfat turşunun molu sudan 2 dəfə çoxdur. Birinci sən 29,4-ü mola çevir. Yəni 98-ə böl neçə qram eləyəcək bu? Daha doğrusu neçə mol eləyəcək? Onda 3 mol. Tapdığım bu sulfat turşusunun moldur. Bizə deyir ki, su bundan 2 dəfə az. Yəni onda 3-ün yarısını neçə eləyir? %15 mol. %15-i də sən vurarsan, qrama çevirmək üçün 18-ə taparsan burada 2,7 qram. Doğru cavablar A variantı. Baxaq 60-cı suala. Barium xlor vurulsun ki mol su. Suda həll edilmişdir 55,6 qram milli suda həll edilib. Alınmış məlumatda barium xlorun kütlə payını tap. Yaxşı. Demək uşaqlar ilk öncə 24,4 qram barium xloridi 55 qram suda həll edib. 55,6 qram suda həll edib. Məhlul nə qədər olub? Məhlul olub 80. Tapdıq məhlul 80. Ondan sonra görək barium xlorun kütləsi nə qədərdir? Onu hesablayaq bir. Mən bilirəm ki 44 qram barium xlor vurulsun ki mol suda nə qədər barium xlorid var? 208 qram. 208 qram. Mənə verib 24,4 axı 24,4 nə qədər olar? 24,4 nə qədər olar? Taparam 20,8. Düzdür. Barium xloru tapdım, məhlulu tapdım. Yerdə nə qaldı? Bir dənə də faizini çıxartmaq. Necə hesablayacağam? 20,8 bölünsün 80 vurulsun 100. Bu neçə eləyəcək? Bölsəm 26. 26 var cavabda. D variantı. Keçək indi 61-ə. 61 də eyni sualdır. Deməli 14,3 qram kristalik soda ilə 85,7 milli suyu qarışdırıb. Məhlul nə qədər olub? Olub 100. Bizə natrium karbonatın kütlə payını soruşur. Hələ biz hesablayaq görək. 14,3 qram kristalik soda nə qədər natrium var? Mən görürəm ki, natrium kristal hidratın kütləsi nə qədərdir? Kristalik sodanın kütləsi 286 qram. Burada nə qədər natrium karbonat var? 106 qram. Bizə 14,3 verib axı kristallik sodanın kütləsini. Burada neçə eləyər? 20 dəfə azalsam 5,3. 5,3. Tapdım natrium karbonatın kütləsini. Məhlul məlumdur. Kütlə payını necə tapacağam? 5,3-ü böləcəm 100-ə. Lə vuracam buradan 100-ə neçə eləyəcək? Burada eləyəcək 5,3 doğru cavab olar. B variantı. Deməli baxaq indi 62-ci suala. 800 qram 30% məhluldan su buxarlandırdıqda
Kütləsi 600 qram olub, alınan məlumatda maddənin kütlə payını tap. Yaxşı. 800 qramın birinci 30%-ni tapdıq. Neçə elədi gözəl insan? Böldüm 100-ə, tapdım 240. Bilirəm ki, 240 qram nə var burada? 240 qram duz var. 240 qramda nə edəcəm? Məhlul nə qədər olub buxarlanan sonra 600 qram. Böləcəm 600-ə. Vuracam 100-ə kütlə payını soruşsa neçə eləyəcək? Getdi, bu da eləyəcək 40%. Var belə bir variant, bəli, B variantı. Doğru cavab olur B variantı. 63-cü sual. 63 ilə 10 oxşar sualdır. Biraz fərqli versiyası. 300 qram 2% məhlul verib. Tapdın neçə eləyir? 300 qram edir 6. Tapdım bunun kütləsini 6. Deyir ki, məhlul 150 qram qana qədər buxarlandı. Yaxşı, 300 idi qardaşım. Bunun 150 qana kimi buxarlandı. Nə qədər qalıb? 150-si qalıbdı, 150-si buxarlanıb gedib. Deyir bunun kütlə payını tapdı. Həll olunmadı nə qədərdir? 6. Kütlə nə qədərdir? Məhlul kütləsi 150 vurulsun 100. Bu neçə eləyir? 4%. Doğru cavab olur D variantı. İndi baxaq 64. 64-də 227 qram 10% xlor türsü məhlulunda əlavə olaraq 44,8 litr hidrogen xlor əlavə belə həll olundu. Alınan məhlulda xlor türsün kütlə payını tap. Uşaqlar, bayaq dedim ki, bax burada litri verib. Yəni buradakı litr həcmdə, düz deyil. Həcmlə mən qram qarışdıra bilmirəm. Neyniyəcəm mən bunu? Mola çevirəcəm. 44,8 litr neçə moldur? Bu 2 mol, düz deyil. 2 mol H xlor neçə qram eləyir? Bunu vuraram 2-yə də neçə eləyir? 73, düz deyil. Tapdım H xlorun kütləsini 73. Əla. İndi mən bilirəm ki, 227 qram məhlul idi. Bunu da üstünə 73 qram əlavə elədim. Nə qədər oldu məhlul? 300. Məhlulun kütləsini nağd tapdım 300. İndi gözlənsən burada nədir? Burada nədir? Deyir ki, 227 qram 10% xlorid. Yəni nə demək istəyir? Deyir 227-nin 10% nədir? H xlor. Taparsan görərsən burada nə qədər H xlor var? 22,7 H xlor var. İndi bizdən H xlorun kütləsini soruşmur. Kütlə payını daha doğrusu. 73 qram əlavə elə daxı bunun üstünə. Elə bir məhlulda 227,7 qram H xlor var idi. Üzərinə 73 qram da əlavə eləmişik axı. Bu nə qədər olub? Olub 90. Nə qədər edir bu? 95,7. H xlorun kütləsi məhlul da tapmışam. Yəni 95,7 H xlorun kütləsidir. Məhlul nə qədərdir? 300 vurulsun 100. Burada neçə eləyəcək? Bölsən 3-ə, bu deyilər 31,9. Belə var variantdır bəli. A variantı. Deməli 65-ci sual. 200 qram 20% məhlul verib. 200-ün 20%-ni tapdın. Neçə eləyir? 40 qram. 40 qram burada nağdı bir şey natrium OH var. Natrium OH, kalium OH olsun. Kalium OH deyir ki, bunun üzərində 50 qram da əlavə elədim. Nə qədər olur kalium OH? 50 də əlavə elədin. Oldu 90 qram kalium OH. Bunu qoyursan cibinə. İndi nə deyir bizə? Alınan məhlulda həll olunan maddənin kütlə payını tap. Məhlul nə qədər oldu əzizim? 200 var idi. Onsuz 50 qram da əlavə elədim axı. Bax, burada çaşmır uşaqlar. Onsuz məhlul 200-ü, düz deyil. Nə olsun mən bura 50 qram kalium OH əlavə eləmişəm. Bu məhlul əlavə eləmişəm də. Tək kalium OH deyil ki burada. Ona görə məhlul da artır. Olur 250 məhlul. 90-ı bölərsən faizin sonrası 250-yə vurarsan 100-ə. Bu deyilər 4də 1. 90-ı 25-ə bölsən bir dəqiqə. Eləyər 3,6 vursan 100-ə 36. Doğru cavab olar 36 var. Y variantı bəli. İndi baxaq 66-cı sual. Deməli sıxlığı nə verib bizə? Sıxlığı verib 10,8. V nə verib? 10 verib. Rho bərabərdir. M bölünsün V üstünə əsasən. M hesablayaq rho V. Bu deyilər 10 vurulsun 10,8. Neçə eləyir? 8. Tapdım. Spirtin kütləsi 8. Deyir 92 qram suda həll edib. 92 qram. Bu da 8 qram spirt. Nə qədər eləyir? Birləşdi 100. Düzdür? Məhlul tapdın sən 100. İndi burada spirtin kütləsi onu tapmışsan da 8. Bölərsən 100-ə vurarsan 100-ə, taparsan burada 8 qram nə var? Kütlə payı. Yəni faizin C variantı. İndi gözlənsən baxaq 67-ci sual. 67-ci sualda nədir bizə? Çox şəx yenə burada çaşır, düstur, zat hesablayır, lazım deyil gözlənsən. 800 qram 10% məhlul hazırlamaq üçün neçə qram 40% məhlul və su əlavə etmək lazımdır. Sən birinci 800-ün 10%-ni tap. Bax yenə 10%-ni tap, bəli, 80 qram nə var burada?
Duz var, gözənsən. İndi burada uşaq nə başa düşməlidir? Riyaziyyatı başa düşən uşaq onsuz bunu tutur göydə. Yəni sən deyir ki, elə bir məhlul götür ki, bunun 40%-i 80 qram eləsin də, gözənsən. İndi sən məhlul neçə götürməlisən? 40% var, düzdür? Sən məhlulu 200 qram götürməlisən ki, bunun 40%-i neçə eləsin? 80 də. Deməli sən məhlulun neçədir? 200. İndi 800-ün 200-ü məhlulda neçə suya qalır? 600-ə. Doğru cavab olar A variantı. Yəni burada düsürzat lazım deyil. Aydın oldu. İndi baxa 68. Yenə burada uşaq çaşır. Ya düz surdan qoy, ya da riyaziyyatın yaxşısa məntiqini düşün. Duzun həll olma əmsalı 3000 verib. Yəni bu nə deməkdir? 1000 ml suda 3000 qram duz həll olub. Məhlul nə qədər olub? 3000 plus 1000 ml suda həll olub. Nə qədər olub məhlul? 4000. Düz deyil. Səndən duzun kütlə payını soruşmur. Duz nə qədərdir? 3000. Yəni 3000-i bölərsən 4000-ə, vurarsan 100-ə. Bu neçə eləyər? 4-də 3 75%. Bu qədər sadə. Və yaxud da bayaqki düstur omega bərabərdir KH bölünsün KH plus 1000. Mən düsturun tərəfdarı deyiləm çox. Yəni məhlulda ən çox riyaziyyat işləyir. Ona görə düsturdan çox istifadə etmək lazım deyil. Doğru cavablar Y variantı. İndi gözənsən. Burada indi 69 sualın əksini verib, faizi verib, həll olmanı soruşur. Deməli necə elədi? Bu düsturə əsasən qoysaq, x götürsəm, həll olmamışam, bilmirəm axı nə qədərdir. Buran da x-dir, plus 1000, 1000. Vurulsun 100, bərabərdir neçəyə? 75%-ə. Olsa bu da sualın əksidir, elə x burada eləyir 3000. Doğru cavab olur 3000. Baxaq, 3000 hardadır? Hansı sual idi? 69 A variantı. İndi baxaq gözənsən. Bir dəqiqə. Aha. İndi baxaq nəyə? Deməli, kütlə payını verib 60%. Həll olma əmsalını soruşur. Yenə omega bərabərdir KH bölünsün KH plus 1000 vurulsun 100 düsturun əsasını hesablama olar. Amma bunun asan qaydası yerinə bax, duzu bilmirsən qardaş. Həll olan duzu bilmirsən, x götürdün, düzdür? X plus ilə 1000 bayaqki düstur əsasən, yəni omega bərabərdir KH bölünsün KH plus 1000 vurulsun 100 düsturuna əsasən. KH-ı bilmirəm da, x götürürəm, bunu da x götürürəm, üstünə 1000 gəldim düstur əsasən, vurdum 100-ə, bərabərlədim neçəyə? 60%-ə. Neçə eləyir? 100 x bərabərdir 60 x plus 60 1000 40 x bərabərdir 60 yox 60 min. Hə 60 min 1000 bir də 60 min. Burada x neçədir? 1500. 1500 var, cavab D variantı. 71-ci sual. Yenə bu da bayaqki sualdır. 100 qram 64% məhlul nə deməkdir? Yəni bunun 64% sulfat turşusu. Tapdı neçədir? 64 qram. 64 qram sulfatdır. Bəs nə qədər suya qalır? Nə qədər suya qalır? 100-dən sən çıxarsın 64-ü. Qalır nə qədər? 36 qram H2O. Yəni su. Bu getdi. Bu cibindədir. 200 qramın 28%-ni tapdım. Böldün 100-ə. Elədi neçə? 56 qram sulfat turşusu var. İndi qardaş bu 200-dən də bu H2SO4-də. Sən 200-dən də 56-ın çıx nə qədər? 144 qram H2O. Düzdür qardaş. İndi gəlin bunu biz mola çevirək. Mola necə çevirək? Elə bunları toplayaq 144-dən 36 plus 144 neçə eləyir? Eləyir 180. 180 mola çevirsəm 18-ə bölərəm öz kütləsini, eləyir 10 mol. 10-u da vuraram. Neçə? Altdan %2 vurulsun 10 üstü 23. Bu da eləyər 10 üstü 24. Yəni altdan %2 vurulsun 10 üstü 24. Hardadır? C variantı. Qorxulu heç nə yoxdur. İndi keçək 72-ci sualda eyni sualdır. 200 qram 64-ün tap 200 qramın 64 eləyir 128. Yəni burada 128 qram nə var? H2SO4. H2SO4. Bəs nə qədər su qalar? 200-dən sən çıxarsan 128-i taparsan 72 qram su. Bu nağdıq cibindədir. Deməli keçək ikinciyə. Yəni 200-ün 91%-ni taparsan
Bu neçə eləyər? Demək 2 dəfə getdi. 182, 182. Nağdı bilirsən ki, bu 200-ün 182-si sulfat nə qədər suya qalar? 18 qram düzdür, H2O. Всё. Gözlənsən 72 qram, bu da 18 qram. Nə qədər edir? 72 plus 18 edir 90. Nağdı bilirsən 90 qram suyun var. Mola çevirsən, böləcəksən 18, neçə edir? 5. 5-i də vuracaqsan, 5 vurulsun. Altdan %2 vurulsun. 10 üstü 23. Bu neçə eləyər? 3 tam %1 vurulsun, 10 üstü 24. Haradadır? 3 tam %1 vurulsun, 10 üstü 24. 24. Harada da variantı. Baxaq 73-cü sual. 73-cü sualda yenə çox uşaq çaşır. Burada götür nə bilim düstur lazım deyil gözlənsən. Riyaziyyəti olan yenə fikirləşir. Məhlul nə qədər verib? 1 əlavə olunan su x düzdür. Məhlul verib 40% məhlul. Bir deyil qardaş, sən birinci 40-ın 40%-ni tap neçə eləyir? 10-da 4. Nağdı tapdın, həllanmadın 14. Düz deyil. Qardaş, məhlul onsuz 1 idi. Bunun üzərinə x qədər də su əlavə edib. Nə qədər olub məhlul? 1 plus x. Vurarsan 100-ə, neçə faizlə alınıb? 10%. Düstur lazım deyil. Buradan neçə eləyir? Bu 100-ü vurarıq məxrəc sürətə eləyər. Nə qədər? 40 bərabərdir 10 vurulsun 1 neçə eləyir? 10 plus 10 x. Bu da eləyər 30 bərabərdir 10 x. X eləyər 3. Doğru cavab var 3 D var. Yəni, gördün, yəni düstura zada ehtiyac yoxdur. Lazım deyil, başını yorma. Deməli, baxaq indi 74-də. Deməli, qardaş, məhlulu verib, əlavə olunan suyu verib. Birinci sən məhlulu götür, yəni 1-i, 40% verməyib. 1-in 40%-ni tapdın, neçə elədi? Elə bir 10-da 4. Həllanmadan tapdın, nağdı. Yazırsan 10-da 4. Ondan sonra nə deyir? Məhlul nə qədər də 1 idi, bu da x. Oldu nə qədər? 1 plus x. Vurdun 100-ə, neçə faizli olub? 4 faizli. Всё, olacaq neçə? Bunu vurdun sürətə, elədi 40 bərabərdir 4 plus 4x. 4x bərabərdir 36. X eləyir neçə? 9. Lazım deyil, riyaziyyat. C variantı. İndi baxaq 75-ci suala. 75-ci sualda buna nə oldu? Bir dəqiqə. 75-ci sual. 75-ci sual. 75 nədir? A və B qablarının hər birində eyni həcmdə xlor turşusu məhlulu var. Məhlullarda xlorun kütləsi müxtəlifdirsə, bu məhlullar üçün hansı ifadə doğrudur? Gözlənilənlər baxaq. Deyir, qatlıqlar müxtəlifdir. Tamamilə razıyam. Məhlullarda xlorun kütləsi müxtəlifsə, qatlıq da müxtəlif olacaq da, düz deyil. Yəni hansının kütləsi çoxdursa, onun qatlığı çox olacaq. Hansısa onun qatlığı az olacaq. Ona görədir müxtəlif düzdür, razıyam. Qələvlərlə reaksiya daxil olur, tamamilə düzdür. Qələvlərlə, bəli, əsaslarla belə deyək, turşular reaksiya daxil olur. Deməli, sıxlıqları eynidir. Xeyr, səhv. Doğru cavab olar. Hansı? A variantı. Baxaq indi 76-cı sual. A və B qablarının hər birində eyni həcmdə saxaroza məhlulu var. Məhlullarda saxarozanın kütləsi müxtəlifdirsə, bu məhlullar üçün eyni ifadədir. Gözəl insanlar, eyni ifadə. İndi bizə deyir ki, kütləsi müxtəlifdirsə, sıxlıqları müxtəlifdir. Tamamilə razıyam. Biri götürə bilərəm. İndi keçək 2-yə. Qatlıqları eynidir. Baxaq. Hər birində eyni həcmdə saxaroza var. Bax, burada eyni həcmdə deyirsə, saxaroza var. Məhlullar saxarozanın kütləsi müxtəlifdirsə, qatlıqları eynidir. Necə eyni olur? Səhv olur axı bu. Bunu düz götürə bilmərəm. Kimyəvi xassələri eynidir. Təbii ki, bu saxarozadır. 1 qram da saxarozadır, 5 qram da saxarozadır. Fərqi yoxdur ki, 1, 3. Doğru cavablar A variantı. İndi baxaq uşaqlar 77-ci sual. Deməli, qablardakı suda doymamış məhlulun qatlığını artırmaq üçün nə etmək lazımdır? Birinci qabdakı məhlula qızdırmaq lazımdır. Birinci qabdakı məhlulu qızdırsam, gözlənilən necə azalacaq da qazı uçdu getdi. Deməli, ikinci qabda natrium hidroksid əlavə etsəm, bəli, bunun üzərinə natrium hidroksid əlavə etsəm, qatlıq artacaq, doğrudur. Üçüncü qabda su əlavə etsəm, xeyr, mən burada su əlavə etsəm, azlar da qatlıq gözlənilsin. Deməli, doğru cavab nə olur? Yalnız 2. 78-ə baxaq. 78. Qablardakı suda doymamış məhlulun qatlığını artırmaq üçün nə etmək lazımdır? Baxaq. Birinci qabdakı məhlulu qızdırmaq, xeyr,
uçsuz getdi, qızdırdım, uçsuz getdi. İkinci qabda su əlavə etsəm, xeyr, əzizim, mən bura su əlavə etsəm, nə edəcək? Bunun qatlığı azalacaq da. Natrium 2SO4 əlavə etsəm o heç. Burada artı, bu da səhvdir. Üçüncü qabda natrium klor əlavə etsəm, bəli. Mən bu elə bir duzlu suyun üstünə biraz duz tökürəm. Nə olacaq? Biraz duzlu olacaq da. Yəni qatlıq artacaq. 79 78-də nə oldu? Doğru cavab oldu. Yalnız 3 harda C variantı. Qoy nişanlayaq. Deməli 79-cu sual. 79-cu sualda nə deyir? Bu da riyazi sualdır uşaqlar. Deyir ki, 300 qram 20% məhlul verib. Düz deyil, gözəl insan. Tapdın 300-ün 20%-in neçə? 60 qram. Həll olunan maddəni sən nağdı tapdın. Duz 10% etmək üçün məhlula əlavə edilməlidir. Baxaq. Gözəl insan birinci hesablayaq. Necə hesablayaq bunu? 60 bölünsün həll olunan maddəni tapdıq. 300 plus. Üstünə bilmirəm axı nə qədər əlavə edeyim. Götürüm bunu x. Vurum 10-a, bərabər eləyim. Vurum 100-ə, bərabər eləyim 10-a. Neçə eləyəcək? 6000 bərabərdir 3000 plus 10x. 3000 plus 10x bərabərdir x edir neçə? 300. Deməli, bura 300 qram su əlavə edilməlidir ki, ümumiyyətlə uşaqlar məntiqi işə saldı. Əgər bura, bax qardaş, 20%-dən 10%-ə düşübsə, bu duz ola bilməz. Mümkündür. Sən bura duz əlavə etsən, bax duz əlavə etsən, duzun qatlığı nə edərdi? Artardı. Düzdür, 20 olmasa olardı 30, 40, nə bilim 50 olardı. Düz deyil. Amma burada azalıbsa, deməli nağdı bilirsən ki, burada su əlavə edilib. Ona görə sən su əlavə edirsən. Sən yəni bu x-i bura gəlməyəcəksən. Aydın oldu? X-i bura gələ bilmərsən. Sən məhlul əlavə eləmirsən. Aydın oldu? İndi keçək 80-ə. Riyaziyyəti olan bunu göydə tutur. İndi uşaqlar deyir ki, 400 qram 30% məhlul. Sən birinci 400-ün 30%-ni tap. Gör nədən danışır söhbət? 120 qramdan. Düz deyil. Söhbət gedir 120 qramdan. Nağdı bayaqki kimi. Görsən ki, 30%-in 20%-ə düşüb. Nağdı bilirsən ki, burada duz ola bilməz. Duz olsa qatlıq artardı. 30 yox, 70 olardı. Aydın oldu. Ona görə burada su əlavə olunub. İndi görsən, həll olunan maddəni tapmısan 120. Deyir ki, bu məhlula 400 qram məhlulda. Deyir ki, bu məhlula nə qədər su əlavə edim? Bilmirəm. X qədər su əlavə elədim. Faiz düşsün 20%-ə. Vəsə, burada 100 vurulur 120 neçə edir? Elir 12000 bərabərdir 8000. Yəni çarpaz vurulur da 8000 plus 20 x neçə edir? 4000 bərabərdir 20 x. X deyir 200. Deməli suya məhlula 200 qram su əlavə edilməlidir. Vəsə, bu qədər sadə. İndi keçək 81-ci sual. 81-ci sualda şəklə əsasən həll olunan maddənin kütlə payının məhlulun kütləsinin asılılıq qrafiqini göstərin. Yaxşı, gözənsin. Deməli, görürəm ki, məhlulda 40 qram su var, üzərinə 10 qram duz tökmüşəm. Nə qədər olub məhlul? Deməli, 10 idi, 40 idi, 10 qram duz tökdüm, çaşdım. Məhlul oldu 50 qram. İndi gəlin burada x-in kütlə payını hesablayaq. Yəni həll olunan maddənin kütlə payını hesablayaq. Həll olunan maddə neçədir? 10 qram. Vurdum 100-ə, tapdım neçə? 20. Birincisini tapdım 20. Nağdı tapdım 20% burada var. İndi keçək buna. 80 qram suyun üzərinə 20 qram duz əlavə edib. Nə qədər olub məhlul? 100. Həll olunan maddə nə qədərdir? 20. Bölərəm. Taparam burada 20. Deməli bu da 20%. Yaxşı. İndi baxaq buna. 80 qram 320 qram suya 80 qram duz töküb. Nə qədər olub məhlul? 400. 400. Həll olunan maddə 80-dir. Vurarsan 100-ə, taparsan burada 20. Deməli bunlar gözənsən hamısı bərabər. Yəni burada faiz dəyişməyib ki, qatlıq dəyişməyib. Ona görə necə olacaq? Dəyişməyən hardadır burada? Y variantı. Bu formada olacaq. Doğru cavab olur Y variantı. İndi baxaq 82-ci suala. 82-ci sualda deməli 60 qram suya 20 qram duz əlavə edib. 60. Məhlul nə qədər olub? 80. Həll olunan maddə neçədir? Həll olunan maddə yadda saxlayın uşaqlar. Həmişə tökülən maddədir. Olub 20. Düzdür? Vurulsun 100. Bu neçə? 4də 1. Eləyir 25%. Birincisini tapdım 25%. İkincisinə baxaq. Deməli 85 qram sudur. 85 qram sudur. 15 qram duz əlavə edib. Nə qədər olub? Məhlul 100. Vəsə, həll olunan maddə 15. Bölərsən, taparsın neçə? 15. Deməli, ikincisi olub 15%. Yəni, qatlıq gördüm ki, azalıb. Aha, diqqət yetir. İndi baxaq buna. Deməli, məhlul nə qədərdir? Su nə qədər? 90. Üstünə 10 qram da əlavə edib. Məhlul nə qədər olub? 100. Həll olunan maddə 10. 10 bölünsün 100 vurulsun 100. Neçə eləyir? Getdi 10. Aha, görürəm ki, burada gözənsən. Azalıb da, get-gedə. Azın hansı qrafikdir burada?
B variantı. Vəsiyo. Azalıb. 25 idi, 15-ə düşüb. 15-dən də 10-a düşüb. Azalıb. B variantı. İndi baxaq uşaqlar. Nədir bizə? Y-i verib, həll olunma əmsalını verib, 20 dərəcədə kütlə payını verib. Yaxşı uşaqlar. Ümumiyyətlə bunun hansı üstünə eləyək? Bax, omega bərabərdir. Bir dəqiqə qələm söndü. Deməli, omega bərabərdir. Bayaq yazma KH plus 1000 vurulsun 100 üstünə əsasən. Uşaqlar, omeganı neçə verib? Y-in kütlə payını. Verib onsuz bunu verib də mənə. Yazıram omega bərabərdir. Bir dəqiqə. Omega bərabərdir. Həll olunma əmsal neçə verib? X yazıram x bölünsün x plus 1000 vurulsun 100. Vəsiyo. Bu da 100 bura gedər. İllər 100 x bölünsün x plus 1000. Var belə bir variant? Bəli. B variantı 83. Bugünkü videomuzda bura qədərdir. Gözəl insanlar, inşallah ki, video hər bir kəsə faydalı olar. Növbəti hissəsində inşallah 1 və yaxud da 2 gün ərzində paylaşacağam. Sağ olun, var olun.